mən sənə bu halımla okey gəlmirəmsə, məni bəyənmirsənsə, dəyişdirməyə çalışırsansa, düşünürsənsə ki, mən başqa cür necəsə olsam daha yaxşı olar, o zaman sənə bay-bay, sənə sağ ol. Çünki məni olduğum halımla da bəyənə biləcək insanlar onsuz da çoxdur və var. Mən zamanında öyrəndim ki, məni dəyişdirən insanlara yenilmək və özünü dəyişdirməyə çalışmaq lazım deyil. Kimsə mənim başqa cür olmağımı istəyirsə, bu o deməkdir ki, o heç məni mən olduğum üçün sevmir və mən özümü o insana sevdirmək üçün dəyişməli, başqa cür davranmalı, idealı oynamalı və yaxud da hansısa ideal maskalar taxmalı deyiləm. Məni dəyişdirməyə çalışan insan əslində məndə gördüyü dəyişilmiş bir versiyaya aşiq olur. Mənim özümə yox. Və əgər dostlarım, rəfiqələrim ya da izləyicilərim belə məni başqa cür görmək istəyirlərsə, mən onlarla sadəcə sakit şəkildə sağollaşa bilirəm. Artıq özümə qapanmıram, artıq düşünmürəm ki, mən nəsə pisəm, dəyişməliyəm, artıq özümü ideallaşdırmaq üçün nələrsə etmirəm. Mən sadəcə qəbul edirəm ki, mən beləyəm, mən bu cürəm, mən özümü bu cür sevirəm, mən özümlə bu cür barışığam və mən sevilmək üçün nələrsə etməməliyəm. Mən rədd edilməkdən qorxduğum üçün özümü maskalamamalıyam, özümü dəyişdirməməliyəm, başqa bir insan kimi davranmamalıyam və əsla kim məni rədd etsə də, kim məni dəyişdirməyə çalışsa da, kim məni bəyənməsə də, mən özümü bəyənməkdən, özümü təsdiqləməkdən və özümü seçməkdən vaz keçməməliyəm. Və bütün bunları bacara bilmək üçün mən böyük bir transformativ yolculuqdan keçmişəm. Və bu transformativ yolculuqdan keçərkən əlbəttə çox sınanmışam. O qədər insanlar olub ki, məni rədd ediblər özüm kimi olduğum üçün. O qədər insanlar olub ki, məni dəyişdirməyə çalışıblar. O qədər insanlar olub ki, məni nəsə düzgün olmayan, dəyişməli olan bir şey kimi görüblər. Amma mən bəzən yenilsəm də öz üzərimdə işləyərək bu insanlara yenilmədən öz kimliyimi, öz unikallığımı saxlayaraq bu günlərə gəlib çata bilmişəm. Çünki başqa cürəsi mümkün değildi. Məndən mən qalmazdı. Əgər mən özümü dəyişdirsəydim, əgər mən o insanlara yenilsəydim və özümlə mübarizəyə başlasaydım. Bir insanın özünə edə biləcəyi ən bir şey özü ilə mübarizə etmək, özünü rədd etmək, öz hisslərini bastırmaq və öz əsl kimliyini gizlədərək maska geyinməkdir. Və əgər sən də bugün hiss edirsənsə ki, davamlı insanlar səni dəyişdirməyə çalışır, sən də rədd edilməkdən, sevilməməkdən qorxaraq, davamlı özünü daxildən də, çöldən də dəyişə artıq yorulmusan və heç nə də dəyişmir həyatında, o zaman mən istəyirəm durub bir düşünəsən. Bu video qarşına çıxdısa, heç də elə belə deyil. Artıq özünü qəbul etmək, özünü rədd etməmək və özünü seçmək zamanıdır. Bunu bacara bilmək üçün aşağıda sənə dəstəkçi material qoymuşam. Mütləq açar sözü yazaraq həmin materialı da götürməyini istəyirəm.